Gəlin belə bir sualın izahına baxaq. Üzərində qeyd etdiklərimdən başqa mənə bir məlumat verməyibdir. Nə edə bilərəm? İlk öncə görürəm ki, bərabər yanlıdır. Onda burada bir x deyə bilərik. Və buradakı bucaqların bərabər olduğunu görürəm. Gəlin bunlara da y deyək. Və ümumi deyək ki, A, B, C üçbucağıdır. ABC üçbucağı üçün o zaman mən deyə bilərəmmi? 3y üstəgəlinsin 2x bərabərdir 180 dərəcəyə. Deyə bilərəm də bunu, düzdür? İndi bir dənə də B, D, C üçbucağına baxaq. Buradakı üçbucağımız. Bu üçbucaqda bir xarici bucaq görürəm mən burada. Xarici bucaq özünə qonşu olmayan iki bucağın cəmidir. Onu da qeyd etdikdən sonra mən burada indi baxıram B, K, D üçbucağına. B, K, D üçbucağında isə mən deyə bilərəm y üstəgəl y, 2y üstəgəl x üstəgəl 75 bərabərdir 180 dərəcəyə və buradan aldığım sistemi həll etməyə başlayıram. Gəlin baxaq. 3y üstəgəlinsin 2x bərabərdir 180-ə. Burada isə mən 2y yazaram, üstəgəlinsin x, 75-i digər tərəfə keçirsək 105 alınır. Daha sonra nə edərəm? Buranı mənfi 2-yə vuraq gəlin. 3y üstəgəlinsin 2x bərabərdir 180 qalsın. Biz bunu mənfi 2-yə vurduq. Mənfi 4y çıxılsın 2x bərabərdir mənfi 2-yə vurduğumuz zaman mənfi 210 vermiş oldu. Tərəf-tərəfə toplasaq mənfi y bərabərdir. Bunu topladığımız zaman bizə nə verər? Mənfi 30 mu eləyir? Buradan da y taparıq 30. Y 30 tapdıqdan sonra buralarda bir yerdən x-i də məncə tapmaq mümkündür.